Şəmil Sadiq, Odərlər. Ölüm var ki, həyat qədər dəyərli. Hüseyn Cavid. 1. Qısa bir zamanda dünyadan bixəbər ucqar kənddə yaşayan kəndlilər xəbər tutdu ki, kəndə nalyağan gəlib. Hamı bir-birinə dəymişdi. Dağ kəndində heç kimin ağlına gələ bilməyəcəyi bir hadisə baş vermişdi. Şəhərdən gəldiyi ehtimal edilən bir nəfər nal yığırdı. Həm də köhnə nal. Nala verilən pulla 4 təzə nal almaq olardı. Bu işə ən çox sevinən kəndin uşaqları idi. Çünki küçələrdən tapdıqları dəmir qırıntıları onları xeyli varlandıracaqdı. Amma nə fayda? Nalı hardan tapaydılar bu binəvalar? Texnikanın inkişafından sonra kənddə atı olan kişilərin sayı azalmışdı. Lakin bu kənd dağ döşündə olduğu üçün heç olmasa 2-3 evə bir at düşürdü. Onların da çoxu yük daşımaq üçün yaramırdı. Təbiət qoynunda yerləşən bu kəndə yerli turistlər çox gəldiyindən kəndlilər qonaqları bu atlarda dövrəsi bir manata gəzdirirdilər. Yazıq atlar yabıya dönmüşdülər. Yalı yoluq toyuqlara bənzəyən atların qabırğaları sananır, quyruğu iki qıçının arasına qısılır, dizləri isə arıqlıqdan bir-birinə dəyirdi. Bir vaxtlar bellərində igidlər daşıyan, mərd oğulları döyüşlərə aparan, öz sahibinin öldüyünü, yaralandığını görüb onu qoruyan atlar indi kimlərinsə əyləncə vasitəsi idi. Atların belinə minənlər ya haram pullardan harınlamış qarınqullar, ya dağın döşündə yeyib içəndən sonra əylənməyə bir şey tapmayanlar, ya da kişiliyin, ərliyin, mərdliyin nə olduğundan xəbərsiz, əqidəsiz insanların əqidəsizlik əqidəsi ilə böyüyən harın balları idi. Ən yaxşı halda tələbələr olardı ki, onların da arasında at belinə minməyə cürəti çatanı az idi. Çünki at belinə minib qürrələnməyə, qanında türk qanı daşıyıb özünü türk adlandıran şəxsin gərək mənəvi haqqı olaydı. Axı at belinə mindinsə, özündə bir təpər hiss etməlisən, düşmən üstünə yerməlisən. Türklər iki halda ata minərdilər. Bir yağı düşmən üstünə gedəndə, bir də qələbə çalıb şadyanalıq edəndə. Yoxsa ki, at meymun deyil ki, onunla oynayasan. Deyəsən, türk oğlu atı və at minməyi çoxdan yadırğamışdı. Atlar yabılaşıb, igidlər qorxaqlaşıb sıradan çıxmaqda idi. Atların da başqa çarəsi yox idi. Yüyəni onun tali azadlığına qənim kəsilmiş, düzgün yolu azmış bəni insanın əlində idi. Yazıq atların nə kükrəməyə, nə də kişnəməyə heyləri vardı. Zorlanmış və taleyi ilə barışmış kimsəsiz qadınlar kimi bu atlar da insanların nazı ilə oynayır, səhər naxıra, axşam axura, prinspi ilə həyatı yola verirdilər. Hə, belə atlara nal nə gərəkdi ki, gərək olmadığı üçün şəhərdən gələn nal yığan cəmi 14-15 nal yığa bilmişdi. Amma hələ də istədiyi köhnə nalı tapa bilməmişdi. Ona daha çox nal lazım olduğunu eşidən kəndlilər nal yığanı qoca Dəmirçioğlunun yanına göndərdilər. Bu nalbəndə ona görə Dəmirçioğlu deyirdilər ki, o da cavanlığında güclü olmuş, çox özündən deyən Koroğluları sındırmışdı. Qolunun gücü, dizinin təpəri bu yaşında onu köməyə möhtac olmaqdan qoruyurdu. Hər işini özü görərdi. Qoca nalbənd bu yaşa kimi heç evlənməmişdi. Amma kəndin bütün uşaqları özlərini Dəmirçioğlunun nəvə nəticəsi, Dəmirçioğlunu da özlərinə baba hesab edirdilər. Nal yığan qoca nalbənd haqqında eşidib, birbaşa onun yanına yollandı. Yorulmayasan ay usta. Sağ ol bala, sağ ol. Qərib adama bənzəyirsən. Buralarda xeyir ola. Hə dayı, Bakıdan gəlmişəm. Köhnə nal alıram. Hə, o dedikləri sənmişsən? Bu sözü elə dedi ki, elə bil nal yığan haqqında o nəsə bilirdi. Bu köhnə nalları neynirsən belə? Həm də eşitmişəm baha qiymət alırsan. Dayı, deyəcəm güləcəksən. Bu varlılar var ha, mən onların bağlarına baxıram. Yığdığım nalları onlara satacam ki, qapıların üstünə vursunlar, nəzər dəyməsin. Nalbənd gülümsündü. Sənin bu nal məsələn yan tütəyinə çevrilməsin ha. Sən narahat olma ay dayı, mən nə etdiyimi yaxşı bilirəm. Sən də görün mənə nal verirsən ya yox. Nalbənd onu dəmirçi xananın kiçik otağına aparıb, istədiyi qədər nal götürməsinə icazə verdi. Orada çoxlu nal var idi. Bu nal yığanı sevindirsə də, istədiyi nalı tapmaq üçün xeyli çalışdı. Bu qədər nalın içində onun axtardığını tapması çox çətin idi. Nalbənd bu nalların hamısını ona verdiyini desə də, nalyığan sanki nalları seçirdi. Bunun şübhə doğuracağını hiss edən nalyığan bütün nalları bir kisəyə yığıb, köhnə Moskvit markalı maşınına qoydu. Nalbəndə xeyli təşəkkür edib, maşını işə salanda, nalbəndin astadan pıçıldadığı zərbi məsələ eşitdi. Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. Bu hadisədən bir neçə gün keçdi. Nalyığan yenə nalbəndin yanına gəldi.
Əlində gətirdiyi nalı nalbəndə göstərib ona yalnız bu naldan lazım olduğunu söylədi. Dünya görmüş qoca bu nalı görən kimi nəsə baş verdiyini anladı. Amma anladığını hələ ki büruzə verə bilməzdi. İşin axırı onun üçün maraqlı idi. Ona görə də üzünü Naligana tutub dedi: "Oğul, dərdin nədirsə açıqdır. Mən sənə hər cür kömək edərəm. Niyə məhz bu nalı soruşursan? Bunu düz desən sənə kömək edərəm. Dayı, bəlkə bunun niyəsini soruşmayasan. Amma mənə kömək etsən, elə bil xalqa kömək edirsən. Axı sən bu el-obanın ağsaqqalı sayılırsan." Qoca yenə həmin zərbi məsələ özünə məxsus tərzdə pıçıldadı. Amma bu dəfə 3 misranı qəlbində, bir igid bir eli qurtarır misrasını isə ucadan dedi. Sonra da bu nalı yalnız Lahıcıdakı ata kişinin düzəltdiyini bildirdi. Onun nalları da möhkəm olur, mıxları da. Ona görə də onun yanına daha çox seçilmiş adamlar gəlir. Seçilmiş pullular deyil ha, bala. Doğrudan da seçilmiş hesab edilməsə, ata kişi onun atına bu naldan vurmaz. Onun yanına get. Bəlkə sənə kömək etdi. Nalyiğan maşınını işə salmaq istəyəndə nalbənd qoymadı. Dedi ki, Lahacın yolu çox pisdir. Həm də maşın yolu uzun olar. Əgər at minə bilirsənsə, mən öz Qarabağ atımı verim, onunla get. Nalyiğan nalbəndin bu mərdanə hərəkətinin səbəbini tam anlamasa da, el-obasında belə qeyrətli kişilərin hələ də qalmasına sevindi. Dünyanın şərq xislətli insanların əlində olmasına baxmayaraq, yaxşı adamlar hələ də vardı. Ağsaqqal sözünün, əməlinin yerini bilən kişilər haqqında xalqın işlətdiyi köhnə kişilərdəndir ifadəsi elə bil Dəmirçioğlunun boyuna biçilmişdi. Tanımadığı bir adama öz atını təklif etmək, özü də az tapılan cinsdən olan Qarabağ atını vermək hər kişinin işi deyildi. Bu düşüncələrdən onu ayıran nalbəndin bir qəşəng atı gətirməsi oldu. Oğul, Qarabağ atları dağlıq ərazilərdə daha mükəmməl olurlar. Bu atların çaparaq yerişi var. Yorğa və çevik olurlar. Naliğan atı gördükdə türk ruhu sanki cövlan etdi. Hündür, çevik, addımları səlis, bədən quruluşu möhkəm olan bu atın belində yalmanına yata-yata Orta Asiyanın yovşanlı çöllərindən Cıdır düzündən Anadolu çöllərinə qədər çapmaq, sonra da qırma çapıb Avropaya tərəf şaha qalxaraq qarşısındakıların qorxudan bərəlmiş gözlərini görmək arzusu ürəyindən keçdi. Atın yaxşı inkişaf etmiş alın və burun sümükləri, qabarıq gözləri, gödək və hündür duruşlu sürahi boynu Nalyiğanı sehirləmişdi. Qarabağ cinsli atlara xarakterik olan orta boya, yorğa duruşa, balaca başa, düz belə, enli döşə və gövdəyə, quru ayaqlara məxsus olan bu atın sarı qızılı rəngi göz qamaşdırırdı. Çox qeyri-adi bir rəng idi. Deyilənə görə kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar bu rəngin törəməsi idi. Nalyiğan özünü nağıllar aləmində hiss etdi. Uca dağların, sərin bulaqların, geniş səmanın altında və bu atın qarşısında ofsunlanmışdı. Özünü saxlaya bilmədi. Öz atı ilə haqlı olaraq qürur duyan Dəmirçioğluna tərəf getdi. Qeyri-iradə olaraq yumşaq, parıltılı, ipək kimi nazik dərisinə əlini sürtdü. Atın dərisi əlinin altında günəş şüası kimi sürüşdü. Oğul, bu at Qarabağ atlarının qədim nəsli olan əlyetməz, ceyran ayğırlarındandır. Naliğan Dəmirçioğluna qulaq asmırdı. Elə bil acgözlüklə tünd şabaldı rəngdə olan yalını və quyruğunun tüklərinin ucunu süzürdü. Adı Şahdır. Mənim əlimdən yüyəni alsan, ta ki mənə təqdim edənəcən, at sənin ən sadiq dostundur. Lahaca gedən kimi nalbənd ata kişini soruş. Hamı tanıyır. Yerini deyərlər, dedi. Uzun danışmağı sevməyən qoca nalbənd gözləri ilə onu yola saldı. Əlləri ilə çörək ağacını götürdü. Dili ilə də bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar şeirini yeni, özünə məxsus tərzdə mahnı kimi zümzümə etdi. Naliğan Lahıca çatan kimi ata kişini soruşub onun yanına getdi. Salam verdi. Nalı göstərib ona bu naldan lazım olduğunu dedikdə ata kişi nalı ondan aldı və 2 qat əylərək balaca taxta qapıdan içəri keçdi. Ata kişi o qədər cüssəli kişi idi ki, sanki nalları kimi o da seçilmişlərdən idi. Birazdan həmin balaca qapıdan 2 orta yaşlı kişi çıxdı və Nalyiğanı içəri dəvət etdi. Zil qaranlıq olan bu otaqdan başqa bir otağa apardılar. Naliğan içəri keçən kimi qapı bağlandı və tamamilə qaranlıq oldu. Bir-iki dəfə ata kişi deyə səslənsə də cavab gəlmədi. Sakitcə nə baş verəcəyini gözləyən Nalyiğan geriyə çəkilib arxasını söykəyəcək bir divar tapdı və orada dayandı. Nalbəndin onu tanıdığını və tələyə saldığını düşündü. Hətta ona tapşırılan bu işi tam olaraq yerinə yetirə bilmədiyi üçün özünü qınadı. Bu dəm ata kişinin qalın və amiranə səsi eşidildi. Sakitcə axşamı gözlə. Hər şey axşam aydın olacaq. Bir də əmin ol ki, bir at bir igidi qurtarar.
deyib boylandığı kiçik bacana bağladı. Naliğan sakitcə oturdu və gözlədi. Birdən göz gözü görməyən bu qaranlıq otağın düz ortasında səs eşidildi. Ardınca alovlanan məşəlin dilimləri rəqs etməyə başladı. Əlində məşəl tutmuş bir nəfər gəlib onu çıxdığı pilləkənlə aşağıya dəvət etdi. Əvvəlcə Naliğan cəld bu əli məşəlli adamı zərərsizləşdirməyi düşünsə də, harda olduğunu, hara aparıldığını aydınlaşdırmaq istəyirdi. Onu digər bir otağa saldı və qapını bağladı. Otağın ortasında bir od yanırdı. Qədim məbədləri xatırladan bu atəşgahın işıqlanmış divarları ona rahatlıq verdi. Sanki ruhunun dincəldiyini hiss etdi. Otağın ortası günbəz formasında idi. Kənarlarında isə yaxşı görünməsə də ulduzun bir güşəsini xatırladan kiçik eyvanı sezmək olurdu. Naliğan alovlanan məşələ doğru getdi. Onun qarşısında durub alovun ətrafına dolanaraq otağı seyr etdi. Bu dəm həmin eyvanlardan biri açıldı və əlində məşəl olan üzü örtülü bir nəfər içəri girdi. Əlindəki məşəli qarşısında yerə taxıb odla üz-üzə oturdu. Onun geyiminin rəngini tam aydın etmək mümkün değildi. Alovun işığı elə düşürdü ki, bu rəng qırmızıya da çalırdı, sarıya da. Amma hər iki rəngdən ibarət olan qızılı rəngə daha çox yaxın idi. Ağır qapı yenə açıldı. Bu qapı güşənin bir tərəfində düşürdü. Qapıdan içəri bir nəfər də girdi. Əlindəki məşəl onun simasını işıqlandırdı. Amma niqabla örtülmüş üzü görünmürdü və o da eyni ağır hərəkətləri təkrarlayaraq əvvəlki məşəlli adamla üz-üzə oturdu. Bu cür məkanları və hadisələri filmlərdə görən Naliğan təəccübünü gizlədə bilmir, baş verənləri anlamaq istəyirdi. Üçüncü bir nəfər də gəldi. O da əlində məşəl tutmuşdu və onun sahib olduğu güşə ikinci ilə hardasa yan-yana idi. Bu üç nəfərin oturduğu nöqtələri birləşdirsəydik, ixtiyari bir üçbucağa bənzəyərdi. Bu şəxs də yerində əvvəlkilər kimi oturub rahatlandıqdan sonra dördüncü qapı açıldı və o da eyni qaydada yerində oturaraq məşəli qarşısında məxsusi hazırlanmış yerə sancdı. Onların qarşısında oturduqları masa məşəldən biraz hündürdə idi. Sonuncu, dördüncü gələn üçüncü ilə üzbəyiz oturdu. Bir neçə dəqiqədən sonra bu dörd nəfərin hamısı ayağa qalxdı. Çünki beşinci şəxs gəlirdi. O daha ağır hərəkətlərlə öz yerində əyləşdi. Sonra əli ilə qarşısında oturanların da əyləşməsinə işarə elədi. Beləliklə, beşgüşəli ulduzu xatırladan bu məkana məşəlli 5 adam gəldi. Gələnlərin hamısı eyni geyimdə idi. Onların oturduqları eyvanlar isə elə işıqlandırılmışdı ki, sanki onlar buludların arasında oturmuşdular. Səma da günəşin doğuşunu xatırladırdı. 3 rəng var idi kiçik günbəzdə. Ağ fonun üzərində qırmızı, mavi rəngləri görünürdü. Naliğan onun qarşısında yanan məşələ diqqətlə baxdıqda gördü ki, bu məşəlin də ətrafında beşgüşəli ulduz görünür. Oturanlardan biri dedi: "Qoroğlu, aramıza xoş gəldin." "Siz kimsiz? Mən hara xoş gəldim?" "Oğul, sən ata ocağına gəlmisən. Narahat olma. İştirakçısı olduğun bu ocağın tarixi çox qədimdir. Türk dünyasının və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-zaman böyük zərbələrə məruz qalaraq itirilmiş tarixlərin üzə çıxarılması üçün mübarizə aparır. Min illərdir ki, yaradanın və yaradılışın sirləri şər qüvvələrin əlinə keçməyə təhlükəsindədir. Seçilmişlərdən ibarət olan bu təşkilatın işi onlarla mübarizə aparmaq, Tanrının yaratdığı milləti saflaşdırmaqdır. Səsdə bir sakitlik gətirəcək hava vardı. Bir də amiranəlik hökm sürürdü. Səs Naliğana tanış gəldi. Adının başqa adla səslənməsi onu daha da narahat etdi. Mən necə inana bilərəm ki, sizin məqsədiniz alidir və niyə məhz məni öz sıranızda görmək istəyirsiniz? Üzü bağlı adamlardan biri üzünü açdı. Bu MT-nin generalı Atilla Babayev idi. General dedi: "Qoroğlu, sən Onalı mənə göstərməmişdən öncə mən o evdə öldürülən Həsənin qatilini tanıyırdım. Hətta onun ölüm fərmanını da elə biz vermişdik. O İranın Qum şəhərində təhsil almışdı. Onun orada yaşadıkları kişi üçün dəhşətli bir faciə olduğu üçün mollaların əsrinə çevrilmişdi. Bunun üçün də ona verilən tapşırıqları yerinə yetirirdi. Din missionerliyi altında gəncləri ətrafına toplayır, özünün düşdüyü bataqlığa sürükləyirdi. Bundan da başqa, Azərbaycana gizli yolla silah, narkotik vasitələr gətirməklə məşğul olurdu. Hətta son zamanlar təşkilatlanmağa da başlamışdılar. Elə bununla bağlı bizim təşkilatın odərlərinə onu öldürmək tapşırığı verildi. Əməliyyatı həyata keçirən gün atlarından birinin nalı təsadüfən ora düşmüşdü. Çoxdan planlaşdırırdım ki, sən də burada, bizim aramızda olasan. Buna qərar vermək üçün səni xeyli müddətdir nəzarətdə saxlayırdım və səninlə bağlı xüsusi planlarım vardı. Hətta gizlincə dəfələrlə səni sınaqdan da çıxarmışdım. Onal isə bir təsadüf oldu. Onalın sahibini axtarmağı sənə tapşırmağım sənin üçün bir sınaq idi.
Bu sınağından da keçdin. Bu vaxt məşəlli insanlardan digər biri də üzünü açdı. Bu da həmin Dəmirçioğlu idi. O dedi: "Qoroğlu, general sənin haqqına zəmanət verəndə biz sənin belə mərd olduğuna inanmırdıq. Səni tanımaq üçün mənim yanıma göndərdi. Buna da bəhanə həmin nal oldu. Səninlə söhbətdə mən də səni bəyəndim. Atı sənə təklif etməyim səni sınamaq idi. İşinin ardınca gedib getməyəcəyini bilmək üçün sənə ən çətin yolu təklif etdim. Sənsə iradəli adam olduğun üçün bundan vaz keçmədin. Bir də ki, at səni ata kişiyə tanıtmaq üçün bir şifrə idi. Necə ki, nal səni mənə tanıtmışdı. Gələcəyini də bildiyimiz üçün bu gün bura yığışmışdıq." Sonra üçüncü kişi üzünü açdı. Bu da ata kişi idi. Ata kişi heç bir vaxt üzdə görünməsə də, dövlətin maraqlarını qoruyur, onun güclənməsi üçün xalq arasında fəaliyyət göstərən xüsusi şöbənin polkovniki idi. O dedi: "Əlindəki nalı bizə göstərəndə səni tanıdıq. Amma şifrədən tam əmin olmaq üçün sənin atıva da baxmaq lazım idi. Əgər sən seçilmişdinsə, mindiyin atın nalları sənin əlindəki nalla eyni olmalı idi. Onun üçün də səni içəri dəvət etdik və həmin müddətdə atının nalına baxdıq. Dəmirçioğlunun atı olduğunu təsdiqləyəndən sonra səni bu saata qədər saxladıq və məclisə çıxartdıq." Nalyığan heç nə anlamırdı. Bir qədər əvvəl tanıdığı insanların burada olacağını heç gözləmirdi. Buna inanmaq isə mümkün deyildi. Hər şey bir tərəfə. O anda onu düşündürən yeganə müəmmalı məqam digər iki nəfərin kimliyi idi. Səbirsizliklə onların kim olacağını gözləyirdi. Elə bu dəm onlardan biri də üzünü açdı. Bu da hərbi xidmətdə olanda onun briqada komandiri olmuş polkovnik leytenant Kamandar Heydərov. Əslində Nalyığan hər şeyi indi anlayırdı. Onu indiki işinə düzəldən də, Atilla Babayevlə tanış edən də briqada komandiri olmuşdu. Dördüncü kişi üzünü açandan sonra dedi: "Qoroğlu, sən yəqin ki, hər şeyi başa düşdün. Səni kəşfiyyata göndərdiyim ilk vaxtdan seçmişdim. Həmin kəşfiyyat sənin seçilmiş olacağına qığılcımdı. Sonrakı kəşfiyyatlar isə bu qığılcımı daha da alovlandırdı və beləcə sən bura gəlib çıxdın. İndi sən beşincinin kim olduğunu səbirsizliklə gözləyirsən. Buna hamımız əminik. Amma bu hələ sənə sirr olaraq qalacaq. Bir neçə etapdan sonra bunu da biləcəksən. Əgər sınaqlardan çıxa bilsən, Ulu Şaman məclisinə də təqdim ediləcəksən. Bundan sonra da Qoroğlu sənin təşkilatdakı kod adın olacaq. Sizi yaxşı tanıyıram. Sizə özüm qədər inanmışam. Heç vaxt da bir dediyinizi iki etməmişəm. Əgər mənim də burada olmağımı istəyirsinizsə, mənim üçün böyük şərəfdir. Amma mən həmişə vətən və millət üçün çalışmışam. Bundan sonra da belə olacaq. Sizinlə bir yerdə də olsam, tək də. Lakin mən sizin qayənizlə daha dərindən tanış olmaq istəyirəm. Kimliyinizi dəqiq bilməliyəm. Apardığınız mübarizənin konkret olaraq nədən ibarət olduğunu dərk edib ona inanmalıyam. Bunu necə sübut edə bilərsiniz? Bizim təşkilat müstəqil fəaliyyət göstərsə də, hər zaman dövlətin yanındadır. Bütün kəşfiyyat materialları, verilmiş bütün qərarlarımız yalnız birinciyə çatdırılır. Təşkilatın bütün türk cümhuriyyətlərində qolları var. Bütün türk ölkələrində olduğu kimi, Azərbaycanda da 5 mərhələdən ibarətdir bu ocaqlar. Hər 5 nəfər şəxs onun üstündəki 5 nəfərlik digər qrupa daxildir. Bizim hazırki təşkilat 4-cü mərhələdir. 5-ci ocaqda fəaliyyət göstərən şəxsləri yalnız 5-ci ünsür tanıyır. Bizim üçün Ulu Şaman Məclisinin bütün qərarlarını 5-ci ünsür təqdim edir. Ümumilikdə türk dünyasının, o cümlədən Azərbaycanın xarici kəşfiyyatını qururuq. Xaricdən Azərbaycana qarşı olan bütün təzyiqləri biz zərərsizləşdirir, idarə edirik. Ulu Şaman Məclisinin 5-ci ünsürü isə türk xalqlarının 5-ci ünsürləri ilə hər il bir qurultay keçirərlər. Sonra da alınan qərarları yerlərə, yəni hər ölkənin 5-ci məclisinə çatdırırlar. Amma sən ideologiyamızı daha dərindən öyrənmək üçün Dədə Əfəndinin söhbətlərinə qulaq asmalı olacaqsan. Əgər elminlə deyilənləri qəbul etməsən və bizi haqsız hesab etsən, məclisə girməmiş uzaqlaşa bilərsən. Yox, əgər elmi dərk etmədən, gücün çatmayıb yarımçıq qoysan və məclisdən uzaqlaşmaq istəsən, onda yanan bir ocaq kimi üstünə su töküləcək və bir dəfəlik söndürüləcəksən. İndi de görüm, elmimiz və qayəmizlə tanış olmağa, onu öyrənib daşımağa gücün, iradən çatarmı? Deyən Dəmirçioğlu gözlərini düz Arslana zillədi. Mən elminizi daha yaxından öyrənmək istəyirəm. Onu öyrənib haqlı olduğunuzu görsəm, daşıyacağıma da əminəm. Arslan hələ də 5-ci şəxsin üzünün açılmasını gözləyirdi. Ona görə hələ də sözlərini 5-ci ünvanlayırdı. Polkovnik leytenant Kamandar Heydarovun yarımqaranlıq çöhrəsində bir təbəssüm yarandı. O bununla sanki öz yetirməsi, o dəri ilə fəxr etdiyini göstərirdi.
Onun daxili aləminə yaxından bələd olan polkovnik leytenant Kamandar Heydərov öz kadrının bu cür düşünəcəyinə əmin idi. Onun iradəsinin möhkəmliyinə həmişə heyran qalmışdı. O, bu təbəssümlərin müşayiəti ilə yerindən qalxaraq öz yetirməsinə bir qılınc uzatdı. Bu qılınc rəmzi bir qılınc idi. Tanrının qılıncını simvolizə edirdi. Bütün böyük sərkərdələr daim həmin bu qılıncın axtarışında olmuşdur. Atilla'nın əldə etdiyi qılınc da, Qoroğlunun göylərdən gələn Misri qılıncı da bu qılıncdan idi. Qoroğlu, yaxın gəl, al bu qılıncı. Bundan sonra son damla qanına qədər haqq yolundan yayınmayacağına and iç. Qoroğlu ona doğru gedib, qılıncı iki əli ilə ondan alıb, vətən, millət yolundan yayınarsam, qınımdakı qılınc göy girsin, qızılı çıxsın, dedi. Bu zaman onların hamısının ayağa durduğunu və 5-ci kişiyə baxdıqlarını gördü. Həmin kişi də ayağa qalxdı və əlinin içini göyə doğru qaldırıb, Tanrı qorusun, dedi. Yeni bir odəri ocağa qoşmaq üçün bütün mərhələlər uğurla tamamlanmışdı. Ocaqdakıların son hərəkəti bunu göstərirdi ki, Nalyiğan artıq təşkilatın üzvü olmuşdu. Sönməz odun sönməməsi üçün Qoroğlu da o gündən oda çevrildi. Vətəni, milləti qorumaq üçün o, bəzən köz olub düşmənin bağrına yapışacaq, bəzən məşal olub elin yolunu işıqlandıracaq, bəzən də tonqal olub xalqı birləşdirəcəkdi. Qoroğlunun təşkilatın ideologiyası ilə tanışlığı Dədə Əfəndinin söhbətləri ilə başladı. Onun beynini didib dağıdan sualların cavabını Dədə Əfəndinin ruhu cilovlayıb idarə edən fikirlərində, sehirli cümlələrində tapacaq, Odərə bəşəri bir missiya veriləcəkdi. Hansı ki bu fikirlər, bu ideyalar onu fövqəltəbii bir güclə qoruyacaq, bəşəriyyətin sirlərini öyrənmək üçün Şuşadan Çinə, Çindən Vatikana, Vatikandan Hindistana, Hindistandan da Mayyalıların tarixini araşdırmaq üçün Cənubi Amerikaya aparacaqdı.